senin de birce budur vahid, ey Bileksan. Xanəndəlik sənəti və muğamımız. Necə ləzzətli, gözəl, necə lazımlı bir mövzudur və bu mövzuya görə əlbəttə ki, bizim gözəl xanəndəmizi bura dəvət etmişik. Respublikanın xalq artisti, şöhrət ordenli, Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muğam sənəti kafedrasının müdürü Profesör Canəli Əkbərov. Canəli, xoş gəlmişsən, mənim neçə illik dostum. Mən bilirsiniz, Canəli gözəl sənətkarımızdır, gözəl xanəndəmizdir, onu hamımız da çox gözəl bilir. Amma xasiyyətinə az adam bələddir, Canəlidə olan o yumor. Mən bilirsiniz, ümumiyyətlə yumorlu sevən insanları çox sevirəm. Niyə mənim dostluğum Canəli ilə tutur? Hər görüşümüzdə biz bir yarım saat ha-ha-ha eləyirik, sonra keçirik işimizə. Çünki doğrudan çox mehriban, çox böyük, zövqlü yumora insandır da, zövqlü, yumorlu insandır. Ona görə Canəli, mən səni çox sevirəm. Xoş gəlmişsən. Və bilirsiniz, qızdırma içindədir Canəli, xəstədir. 38 nə qədərdirsə qızdırması var və valla mən həm bizim verilişimizə hörmət sayıram, həm mənə bu hörmət əlamətidir ki, sən bu qızdırma ilə gəlib çıxdın Canəli. Öpürəm səni, mənim əzizim. Mən də hamınızı öpürəm. Hamımızı yox da, mən sənə bu xoş sözləri deyirəm Canəli. Şəksiz olmaq şərtilə, ögə doğmalıq edəməyək. Bax, burada bir quraç söz dedim, dedi hamımızı öpürük. Mən varam o hamımızı. Başda birinci. Ay sağ ol, bu neyse olsun belədir də. Canəli, çay iç, qurban sənə, tərişqə çay iç. Konfetlər çox ləzzətlidir Canəli. İki tərəfli duz üstüyot vurursunuz və yumurta, bir də suxari. Canəli, qoyun əti ilə aron necədir? Təmiz, bilirsən nə, indi o qədər ətlər satılır, valla bilmirsən, eşək ətidir, at ətidir, at deyəndə qorxuram, dilim quruyar, kak можно kurs. Eşək əti, nə bilim, başqa ətlərdir, adam doğrudan şey olur. Amma qoyun əti təmizdir, amma deyirlər ziyandır. Yox, qoyun əti ziyan deyil, qoyun əti insan bədəninə istiliyi verən bir məhsuldur. Bizim dədə-babalarımız az bizdən çox bilirlər. Onlar həmişə qoyun əti bəli. Amma mal əti az istifadə olunmalıdır. Xüsusən bədənində revmatizması olan insanlar mal ətindən az istifadə etməlidirlər. Ona görə ki, mal əti insan bədəninə soyuqluq verir. Bu keyfiyyətlər, fərqli xüsusiyyətlər var. Mən bir dəfə Moskvadan bir veriliş vardı, qulaq asdım, dedilər ki, misal üçün, fransızlar üçün, misal üçün da deyirəm, ya Rus üçün, qoyun əti həm qanları götürmür, onlar donuz əti yiyirlər, mal əti yiyirlər, amma yəni bilsən nə demək istəyirdilər onlar ki, hansı torpaqda anadan olmuşsan, nəslin hansı torpaqdandır, sən o orada yetişən ətidir. Başa düşün, biz müsəlmanlar, biz qoyun əti yiyəlik. Bu bizim doğulanda qanımızda var. Ona görə bu bizə belə donuz zərər gətirə bilər. O burası ətdir. Amma biz doğulmuşuz qoyun əti. Bizim mədəmiz alışıb kərə yağına, sağlam yağlara. O yağlar ki, bugün iqtisadi çətinliklər ucubatından istifadə olunur. Ona görə həmin yağlardan istifadə olunanda onlar həmişə kərə yağından istifadə edən adamlara tez təsir edir. Yəni, onların mədə bağırsaqlarında pozğunluq yaradır. Düz deyirsən və bilirsiniz necə, mən bilmirəm, yalandır, doğrudur, mən özüm oxumuşam bunu. Bu da Moskva jurnallarındaydı ki, yalandır ki, duru yağlarda, yəni kukuruzada, qarğadalı, o bursu yağlarda xolesterini eyni dərəcədədir, yəni o az deyil ki, çoxdur insan. Yəni yalan deyirlər ki, duru yağına. Amma bir dənə zeytun yağından başqa. Bax, doğrudan, zeytun yağı doğrudan yağların kraliçəsidir. Ona görə, yəni kərə yağına doğrudan Canəli düz deyir, biz öyrəşmişik kərə yağına yemək hazırlamağa. Və
kərə yağı bir yana, amma belə duru yağların içində doğrudan zeytun yağı bir nömrəli yağdır. Çox şirkətli yağdır.